Dostlar salam. Qış gəldi. İnanın ki, hər gün bizim xəstəxanaya dəm qazı ilə zəhərlənmə ilə pasiyentlər gətirir təcili yardım briqadası. Hər gün. Bəzi hallarda artıq gec olur nəsə etmək. Bəzi hallarda artıq insan dünyasını dəyişmiş olur. Bəs nə edək? İlkin olaraq mən həmişə deyirəm, əgər imkanınız varsa, hamamda o pitiminutka deyilən o dəmir qutusunu yığışdırın. Təbii ki, imkanınız varsa, bəzi insanların təbii ki, imkanı yoxdur, yığışdıra bilmir, məcburdur. Bu halda nə edək? Pitiminutkayı yandırarkən qazın rənginə baxın, yanmanın rənginə baxın. Əgər sarı rəngdə yanırsa, deməli qaz tam yanmır. Qaz tam yanmayanda üzr istəyirəm, dəm qazı yaranır, CO deyirlər. Və qazın rəngi sarı olur. Tam yanma zamanı isə mavi rəngdə olur. Tam yananda təbii ki, dəm qazı yaranmır. Və dəm qazı yaranır və biz həmin dəm qazını tənəffüslə daxilə qəbul edəndə, onda həmin dəm qazı hemoqlobinlə birləşir. Və yaranır karboksi hemoqlobin. Əslində, adi halda oksigenlə birləşir hemoqlobin və hemoqlobin oksigeni daşıyır beyinə, ürəyə və digər orqanlara. Bu halda isə dəm qazı ilə birləşir və həmin o dəm qazı ilə hemoqlobinin birləşməsi oksigenlə birləşməsindən 200-250 dəfə güclüdür və birləşir və ona görə də ayrılmır. Və təbii ki, əgər oksigen əvəzinə dəm qazı ilə hemoqlobin birləşibsə, nə olur? Beyinə, ürəyə və digər orqanlara oksigen getmir. Və insan başlayır huşunu itirməyə, insanda ürək bulanma, təngi nəfəslik, ürək döyüntü başlayır artmağa. Bu hallar hamısı dəm qazı ilə zəhərlənmənin əlamətləridir. Allah uzaq eləsin, ağır formalarda artıq insan komaya düşür və dünyasını dəyişə bilər. Əgər sizdə hamamda pitiminutka varsa, onda heç olmasa qapıda bir dəliklər açın və maksimum çalışın ki, hamamda olan ventilatoru istifadə etməyin. Ventilator qoşulanda və dəlik olmadıqda qapıda ventilator havanı hardan çəkməlidir? Həmin o damaxoddan çəkir də. Və həmin o natamam yanma zamanı yaranan dəm qazı geri qayıdır hamamın içinə. Və buna görə də qapıda olan dəliklər mütləqdir. İlk yardım kimi nə etmək lazımdır? Əgər yüngül formadadırsa, təbii ki, yüngül forma olsun, ağır forma olsun, fərqi yoxdur. İnsan təcili olaraq təmiz havaya çıxarılmalıdır ki, oksigen maksimum qəbul etsin. Bu ilk yardımdır. Allah uzaq eləsin, əgər kimsə dünyasını dəyişibsə və bu halda aşkar olunubsa, təcili yardım gələnə qədər mütləq ürək ağciyər reanimasiyası aparılmalıdır. Yəni, masaj, ürəyin masajı və süni tənəffüs mütləq olunmalıdır və eyni zamanda təcili yardım briqadası çağırılmalıdır ki, insanı, pasiyenti xəstəxanaya çatdırsınlar. Ümumiyyətlə, bu hallar tək pitiminuskadan yox. Əvvəllər qoyurdular evlərdə o ceyran qazlar, ceyran peşləri deyirlər. O da çox vaxtı dəm qazı ilə zəhərlənmə yarada bilər. Sonra İran peşləri dəm qazı ilə zəhərlənmə yarana bilər. Bədbəxtçilik odur ki, həmin o dəm qazı nə iyisi var, nə rəngi var. İnsan hiss eləmir çox vaxt o dəm qazan. Və bir də ayılırıq ki, artıq gecdir. İlkin dediyim kimi, maksimum çalışın ki, o pitiminutkaları evdən ləğv edin. Bu videonu paylaşsanız əgər, təbii ki, yüzlərlə insanın həyatını xilas etmiş olarsınız. Çünki yüzlərlə, minlərlə insan var ki, bu haqda məlumatsızdır. Ona görə səhifəyə abunə olun, videonu paylaşın, sağlam olun, dəm qazı ilə də zəhərlənmədən uzaq olun. İnanın, bir xırda səhv çox böyük faciələrə gətirib çıxardır. Çox sağ olun, minnətdaram.